2026-cı ilin aprel ayının sonu 4 güc üçün dönüş nöqtəsi olacaq. Xəbər zolağı az xəbər verir ki, astrologların proqnozuna görə məhz bu zaman onların arzuları gerçəkləşməyə başlayacaq. Bu güclərin nümayəndələri sözün əsl mənasında daxili yenidən doğuşdan keçirlər, tədricən yeni insanlara çevrilirlər və ən cəsarətli xəyallarının gerçəkləşməsini izləyirlər. Təkcə gözləntilər kifayət etməyəcək. Real dəyişiklik təkcə iman deyil, həm də konkret hərəkət tələb edir. İstəklərinə çatanlar şuurlu şəkildə cazibə qanunu ilə işləyir və reallıqlarını yaratmaq üçün səy göstərirlər. Bu güclər ay ərzində məhz bunu edəcəklər. Buğa Uranın ayın sonunda Buğadan ayrılması təxminən 8 il davam edən uzun bir sınaq dövrünə son qoyacaq. 2018-ci ildən bəri bir çox buğa itkilər və məhsullarla üzləşib. Lakin onlar irəliləməyə davam ediblər və məqsədlərindən əl çəkməyiblər. İndi bu dövr başa çatır. Buğa üçün daha sabit və proqnozlaşdırıla bilən bir dövr var. O həmçinin əlavə edib ki, ay ərzində buğa nümayəndələri həm karyeralarında, həm də şəxsi həyatlarında uzun müddətli uğur üçün təməl qoya biləcəklər. Onların büdcündə yerləşən Venera əlavə dəstək verəcək, istəklərinin cazibəsini gücləndirəcək və planlarını həyata keçirməyə kömək edəcək. Buğa Uranın ayın sonunda Buğadan ayrılması təxminən 8 il davam edən uzun bir sınaq dövrünə son qoyacaq. 2018-ci ildən bəri bir çox buğa itkilər və məyusluqlarla üzləşib. Lakin onlar irəliləməyə davam ediblər və məqsədlərindən əl çəkməyiblər. İndi bu dövr başa çatır. Buğa üçün daha sabit və proqnozlaşdırıla bilən bir dövr var. O həmçinin əlavə edib ki, ay ərzində buğa nümayəndələri həm karyeralarında, həm də şəxsi həyatlarında uzun müddətli uğur üçün təməl qoya biləcəklər. Onların bürcündə yerləşən Venera əlavə dəstək verəcək, istəklərinin cazibəsini gücləndirəcək və planlarını həyata keçirməyə kömək edəcək. Qoç üçün aprel ayı intensiv fəaliyyət və daxili dəyişikliklər ayı olacaq. Bu büdcdə enerji toplanması məqsədlərə çatmaq üçün güclü təkan yaradı. Qoçlar son illərdə ən əhəmiyyətli transformasiyalardan birini yaşayır. Karma onların həyatına və daha da artan formada qayıdı. Bu o deməkdir ki, əvvəlki səylər nəzərə çarpacaq nəticələr verməyə başlayacaq. Həyatın müxtəlif sahələrində işdən münasibətlərə qədər qoçlar əvvəllər heç vaxt yaşamadıqları bolluq səviyyəsini yaşaya bilərlər. İndi tempi qorumaq və hərəkətə keçməyə davam etmək vacibdir. Əkizlər Uranın əkizlər bürcünə keçidi 25 aprelin 25-də sürətli dəyişiklik və sürətlənmiş proseslərlə əlaqəli yeni bir mərhələnin başlanğıcıdır. Bu nəticələrin adi haldan daha sürətli şəkildə özünü göstərməyə başladığı bir dövrdür. Əkizlərin sərmayə qoyduğu arzular tezliklə gerçəkləşməyə başlayacaq. Əvvəllər durğunluq hissi olunsa belə bu dövr başa çatmaq üzrədir. İndi nə qədər çox səy göstərilsə, yaxın gələcəkdə böyümə və uğur bir o qədər çox olacaq. Balıqlar aprel ayı balıqlar üçün həyəcan verici fürsətlər və tanınma vəd edir. Bu dövrdə onlar tez bir zamanda diqqəti cəlb edə və əhəmiyyətli nəticələr əldə edə bilərlər. Son yavaşlama Merkurinin geriləməsinin təsiri ilə bağlıdır. Lakin vəziyyət dəyişməyə başlayır. Ayın əvvəlində Merkuri və Mars balıqların enerjisini artırdı və onların Qoç bürcünə sonraki keçidi bütün prosesləri sürətləndirəcək. Balıqların həyatı sürətlənməyə başlayacaq və bu onlara məqsədlərinə daha tez doğru irəliləməyə və istədiklərinə nail olmağa kömək edəcək.